Paytaxtda daha bir faciəvi hadisə baş verib. 21 yaşlı Nuranə Elçin qızı dəm qazından boğularaq həyatını itirib. Gənc yaşında arzularla, ümidlərlə dolu bir ömrün bu cür acı sonluqla yarımçıq qalması hər kəsi sarsıdıb. Həyatının ən gözəl çağında olan Nuranənin vaxtsız ölümü ailəsi və yaxınları üçün ağır itki olub. Onun gülüşü, arzuları, gələcək planları bir anda puç oldu. Bir evə düşən qara xəbər bir ailənin dünyasını başına yıxdı. Valideyn üçün övlad itkisi ən ağır dərddir. Təsəllisi olmayan, sözü bitən bir ağrı. Dəm qazı təhlükəsinin nə qədər səssiz və amansız olduğu bu faciə ilə bir daha özünü göstərdi. Bir anlıq ehtiyatsızlıq, texniki nasazlıq və ya görünməyən təhlükə gənc bir canı aramızdan aldı. Bu cür hadisələr hər kəsi daha diqqətli olmağa çağırır. Nuranənin əziz xatirəsi onu tanıyanların qəlbində yaşayacaq. Allah ona rəhmət etsin, məkanı cənnət olsun. Ailəsinə və yaxınlarına səbir diləyirik. Bu ağır itki qarşısında dərin hüzünlə başsağlığı veririk.